xeyr, bu yol küçə arası bir magistral yol deməyək də, küçə yoludur. Yaşayış yeridir. Baxın, yaşayış massividir bura. Bura mən qaldığım yerdir. Qabaqda da evlər, 2 mərtəbələr. Yolun bu tərəfindən o tərəfinə heç 5 metr olmaz. Ya 5 ya 6 metrlik yoldur. Balaca küçə yolu. Demək istədiyim nədir? Axşamlar burada, indi saat burada 22:55'dir. Axşamlar buradan, Almaniyada da, buradan 140-150 ilə maşınlar keçir. Olur ki, bir dənə, 2 dənə, 3 dənə. Yazıq Alman gətirir arada bir baxın. Bu maşının arxasında başqa bir maşın dayanır. Ora yerləşdirir radar. Bu da saatla daxı iş. Sonra axşam vaxtı çıxıb gedirlər. Heç bir Alman bu yolda sürətlə sürmür. Bir-iki dəfə keçəndə görmüşəm ki, içində qara adamdır. Da yəni bizim kimi gəlmədi. Alman öz ölkəsində elə hərəkət eləmir. Almanlar nə eləyirsə, gəlmələrin çoxsuna düz eləyir. İndi bizim də uşağımız var. Bax, bu yol 5 metrlik, 6 metrlik yoldur. Bu yolu keçəndə hər bir qəza ola bilər. Svetofor, orada da svetofor var. Qırmızında gözləmirlər. 140 ilə 150 ilə ya ərəblər olacaq, ya albanlar olacaq, ya da ki, türklər olacaq, ya da bizim kimi gəlmələr də. Çoxsu da müsəlman ölkələrindən gəlmələr. Maşınla elə keçirlər ki, elə bir turbo yarışlarıdır, Formula 1 yarışlarıdır. Bəs Alman cırnamasını neynəsin? Bax, buradan qapısından çıxır, yolu keçirdir o tərəfə, uşağı ilə gedir. Məsəl üçün, o tərəfdə də bağça var. İndi belə vaxt çox vaxt adam olmur. Amma yenə də kimsə uşağı ilə, ailəsi ilə buradan keçsə, gedə bilər yolu mağazinə ya harasa. Hansısa bir iş ola bilər. Bura küçənin ortasıdır. Buradan 140-150 ilə keçirlər. Tuta bilmirəm, saxlatdıra da bilmirsən. Tuta bilmirsən, bir də görsən, vit getdi. Qabağını kəsəsən, saxlayasan, buranın cəmaatını da çağırasan ki, gəlin bunu döyəyin. Döyəyin promoyda afşibin. Geri göndərmə, deport. Bunlara elə lazımdır. Bunları yığışıb döyməsən, bu bizim kimi gəlmələr var ha, elə maşın sürənləri. Yığışıb döyməsən, biabır eləməsən, bunlar özlərinə gələsi deyil.